4-cü sinif monitorinq imtahanı B variantı Azərbaycan dilinin cavablarına baxaq. 1-ci, 3-cü tapşırıqlar mətnə aid deyil. 1-ci, verilmiş cümlələrin birində işlənmiş can qoymaq ifadəsinin əvəzində işlənə biləcək ifadələri müəyyənləşdirin. Ata, sən nə edirsən? Bu pulları qazanmaq üçün bir həftə can qoymuşam. Sən isə onları odda yandırırsan. Deməli, burada can qoymaq, əziyyət çəkmək, zəhmət çəkmək mənasında işlədilib. Odur ki, bir, dəridən qabıqdan çıxmaq, yenə əziyyət çəkmək, çox əmək sərf etmək mənasındadır. Bir, yaxın mənalıdır, götürmək olar. 2, cana doymaq, bezmək mənasındadır, uyğun olmayacaqdır. 3, qan tərə batmaq, yenə əziyyət çəkmək, əmək sərf etmək mənasında işlədilib, əvəz etmək olar. Deməli, 4-də isə baş sındırmaq, bu tutaq ki, çətinliklə qarşılaşdıqda çox düşünmək mənasındadır. Yenə də uyğunsuz variant olacaqdır. Odur ki, 1 və 3 B variantı 1-in doğru variantı cavabıdır. 2. Hansı cümlədə məcazi mənada işlənilmiş söz vardır? Zağcalar böyük dəstələrlə ağaclarda yuva qururlar, burada yoxdur. Bala çıxardıqları dövrdə zağcalar daha da çox işləməli olurlar. Burada işləməli olan zağcalardır. Digər ki, işləmək insana məxsusdur. Buna görə də işləmək məcazi mənada verilmişdir. B variantı doğru variantımızdır. 3-də mütəxəssislər kimyəvi preparatlar tətbiq etməklə ipək sarıyan kəpənək tırtıllarını məhv etməyi düşünürdülər. Cümləsində işlənmiş preparat sözünün mənasını müəyyənləşdirin. Burada kimyəvi preparatlar, kimyəvi dərmanlar mənasında olacaqdır. Odur ki, bizim doğru variantımız 3-də olacaqdır A variantı. 4-12-ci tapşırıqların aid olduğu Asimov və Sofiya mətni. Mən mətni əlavə olaraq oxuyub uzun vaxt sərf etmək istəmirəm. Yəni, siz artıq mətnlə tanışsınız. Odur ki, gəlin suallara baxaq. 4-cü sual. Mətnin məzmununa əsasən hansı fikri söyləmək olar? Robotların zəkası insan ağlından daha üstündür. Mətndə belə bir məlumata rast gəlmirik. Daha doğrusu bu məlumata, bu nəticəyə gələcəyimiz bir məlumatlar görmürük. Doğru deyil. Robotların proqramına bütün insan duyğuları köçürmək mümkündür. Uyğun variantımız olmayacaqdır. Robotlar insanların həyatını asanlaşdırmağa da xidmət edir. 4-cü sualda C variantı bizim doğru variantımız ola bilər. Niyə? Ona görə ki, biz mətndə görürük ki, məsələn, Asimov adlı robot deməli insanlara kömək edir. Harada kömək edir? Fiziki məhdudiyyətli insanlara, yaşlara kömək etmək üçün hazırlanmışdır. Daha sonra Asimov NASA ilə əməkdaşlıq çərçivəsində kosmik araşdırmalar üçün də nəzərdə tutulmuşdu və s. Yəni biz mətndə bu kimi məlumatlara rast gəlirik. Eyni ilə də günümüzlə əlaqələndirib o nəticəyə gəlmək olar ki, bəli, robotlar insanların həyatını asanlaşdırmağa da xidmət edir. Odur ki, 4-də düzgün variantımız olacaqdır C variantı. 5. Mətnə əsasən Asimov haqqında yanlış fikri seçin. İnsana bənzər robotdur. Biz mətnə baxsaq, görəcəyik ki, 1-ci cümlədə Asimov insana bənzər robotu şəklində başlayır. Odur ki, A variantımız doğrudur. B. Yeriyir, qaçır, pilləkən çıxa bilir. Bəli, bizim doğru variantımızdır. Deməli, baxın, yeriyə, qaça, pilləkən çıxa, müxtəlif jestlər edə bilən robotdur Asimov. C, daha doğrusu C, sosial zəkaya malikdir. Bu doğru variant yox, yanlış variantdır. Niyə? Ona görə ki, bu Sofiyaya aiddir. Gəlin həmin cümləyə baxaq. Sofiya sosial zəkaya malik ilk robotdur. Bir daha baxaq. Deməli, Sofiya sosial zəkaya malik ilk robotdur. Bizim yanlış variantımız olacaqdır 5-də C. Ona görə ki, bu Asimov'a yox, Sofiya robotuna aid fikirdir. 6. Sofiya robotu haqqında hansı fikir yanlışdır? İstehsalını 2017-ci ildə başlanılıb. Deməli, 2017-ci ildə Hanson Robotics adlı başqa bir şirkət tərəfindən istehsal edilib. Sofiya adlı robot 2017-ci ildə istehsal olmağı doğrudur. B. Müxtəlif duyğuları ifadə edir. Baxaq. Deməli, müxtəlif duyğuları ifadə edir. Biz rastlaşırıq həmin fikirlə. Bəli, o insanın üz ifadələrini təqlid edir, daha yaxşı ünsiyyət bacarıqlarını nümayiş etdirir. Baxın, burada müxtəlif duyğuları ifadə edə bilir. Odur ki, C variantımız da doğrudur. Daha sonra qeyd olunur, ilk insana bənzər robotdur.
ilk insana bənzər robot biraz əvvəl də baxdığımız kimi Asimovdur. Sofya deyil. Sofya sosial zəkaya malik ilk insana bənzər robotdur. Ona görə də C variantı Asimov'a aiddir. Axı biz baxın həmin cümlə ilə burada rastlaşırıq. Deyir növbəti insana bənzər robot. Növbəti insana bənzər robot. İlki Asimovdur, növbətçisi Sofyadır. İlk deməli Sofya deyil. C variantı bizim yanlış variantımız olacaqdır. Hanson Robotox şirkətinin məhsuludur. Bəli, 2017-ci ildə Hanson Robotox şirkəti tərəfindən istehsal olunmuşdur. Doğru variantdır. 6-da C. 7. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulmuşdur? Asimov təqdim edildi. Sofyaya maraq azaldı. Burada olmalıydı. Sofya təqdim edildi. Asimov'a maraq azaldı. Ona görə də elə bizim uyğunsuz variantımız olacaqdır A variantı. 8. Sofya robotunun istehsalı nəticəsində hansı hadisələr baş verdi? İlk insana bənzər robot yaradıldı. Bu Sofyaya yox, Asimov'a aiddir. Ona görə bir yanlışdır. İlk dəfə fiziki məhdudiyyətli insanlara dost icad edildi. Asimov'a aiddir. Hanson Robotox rəqabətdə önə keçdi. Bəli, doğru variantımızdır. Səudiyyə Ərəbistan fərqli vətəndaşa sahib oldu. Bəli, hətta biz burada cümlə olaraq qeyd edirik ki, Səudiyyə Ərəbistanın vətəndaşlığı alan ilk robot Sofyadır 2017-ci ildə. Deməli, Səudiyyə Ərəbistan fərqli vətəndaşa sahib oldu. Artıq onun robot adlı, yəni robot artıq onun vətəndaşıdır insanlardan fərqli olaraq. Ona görə bizim 4-ümüz də doğrudur. Olacaqdır 3, 4, 8-də doğru B variantı. Daha sonra 9. Mətnə əsasən yanlış fikir hansıdır? Robot texnologiyası bahalı sənaye sahəsidir. Doğrudur. Robotlar uzun müddətli araşdırmalar nəticəsində hazırlanır. Doğru variantımızdır. Robot sahəsində də şirkətlər arasında rəqabət olur. Bəli, hansı ki biz mətndə də gördük ki, Sofya yarandıqdan sonra artıq Asimov'a tələbat azaldı, maraqdan düşdü. D. Son dövrlərdə insana bənzər robotlara maraq azalıb. İndi bu bizim olacaq yanlış variantımız. Niyə? Gəlin baxaq. Sonuncu cümlədə, biz mətnin sonuncu cümləsində də görürük ki, yazılıb Sofyanın dizaynı proqramını sonrakı insana bənzər robotların inkişafına böyük təkan verdi. Deməli, buna maraq var. Yəni, robotlar deməli, insanlar tərəfindən maraqla qarşılanıb. Tələbat çoxalıb, maraq çoxalıb. Burada isə qeyd olunur azalıb. Ona görə də yanlış variant D variantıdır 9-da. 10. Asimov'un istehsalı nə üçün dayandırıldı? Honda şirkəti yeni insana bənzər robotunu təqdim etdi. Daha sonra Sofya ilə rəqabətdə geridə qaldı. Daha sonra Hanson Robotox şirkəti belə qərar verdi. İstehsal icazəsi başqa şirkətə keçdi. Asimov'un istehsalı nə üçün dayandırıldı? Baxaq, axı biz qeyd etdik ki, Sofya şirkəti, daha doğrusu Sofya robotu Hanson Robotox adlı başqa şirkət tərəfindən istehsal olundu. Nəticədə 2018-ci ildə deməli Honda şirkəti üzr istəyirəm, Asimov'un istehsalını rəsmi olaraq dayandırmağa qərar verdi. Niyə? Ona görə ki, artıq baxın burada da qeyd olunur. Bu isə Asimov'un nail ola bilmədiyi bir yenilik idi. Sofya rəqabətdə önə keçir. Rəqabət apara bilmədiyi üçün Asimov'un istehsalı rəsmi olaraq dayandırılır. Deməli, bizim burada doğru variantımız olacaqdır. Bir dəqiqə. Deməli, onda bizim doğru variantımız olacaqdır B variantı. Ona görə ki, Sofya ilə rəqabətdə geri qaldı. 11. Daha doğrusu Honda şirkətinin 2018-ci ildə verdiyi qərarı söyləməyə əsas verir. A variantı şirkətlər deməli fəaliyyət istiqamətlərini dəyişmirlər. Əksinə biz baxırıq, deməli mətndə verilir ki, artıq istiqamətini daha çox süni intellekt texnologiyalarına yönəltdi Honda şirkəti 2018-ci ildən etibarən. Odur ki, A variantı olacaqdır bizim yanlış variantımız. B.
Deməli, bu şirkətlərin birləşməsini nəzərdə tutur, yanlışdır. Belə bir məlumat yoxdur mətndə. C variantı yeni məhsul bəzən rəqib şirkətin bağlanmasına səbəb olur. Şirkət burada Honda şirkəti bağlamır, sadəcə istiqamətini dəyişir. Odur ki, yanlış variantdır. Rəqabətə dözümsüz məhsulun istehsalatı dayandırılır. Asimonun istehsalatı dayandırıldı. Sofya ilə rəqabətə tab gətirə bilmədi. Odur ki, D variantı doğru variantdır. 12. Deməli, 3-cü abzasa uyğun gələn başlıq hansı ola bilər? Burada 3-cü abzasa ən uyğun başlıq olacaqdır. 12-də çətin rəqabət D variantı doğru variantdır. İkinci mətn 13-21-ci tapşırıqları əhatə edir. Emular mətni yenə də əlavə vaxt aparmamaq üçün oxumuram. Gəlin tapşırıqlara baxaq. 14-cü sual. Mətndə də, şəkildə də olmayan məlumat hansıdır? Emuya Bakı Zooparkında rast gəlmək olar. Mətnin son cümləsində qeyd olunur ki, Bakı Zooparkında emuya rast gələ bilərsiniz. Deməli, bu mətndə qeyd olunub. Emular adətən tək yaşayır. Biz şəklə baxanda görürük ki, kənarında qeyd olunub ki, adətən tək yaşayır. Deməli, şəkildə rast gəlmək mümkündür. C variantı, emular orta hesabla 10-12 il yaşayır. Deməli, emular orta hesabla nə qədər yaşayır? Gəlin buna baxaq. Bizə hala da verilib bu məlumat. Ümumiyyətlə, bu məlumat heç bir yerdə yoxdur. Daha sonra emu yumurtasının rəngi tünd yaşıldır. Bəli, qeyd olunub tünd yaşıl, ağ-qaradır. Rəngi görmək mümkün deyil belə. Ancaq kitabçalarda görmək mümkündür ki, rəng tünd yaşıldır. Həmçinin şəklinin yanında verilib məlumat. A, B, D variantları şəkildə və ya mətndə var. C variantı isə heç birində qeyd olunmuyub. Olacaqdır mətndə olmayan düzgün məlumat C. Düzgün variant daha doğrusu C. 15. Şəkildə verilmiş məlumatlara əsasən doğru cavabı seçin. Dəvəquşu Afrika qitəsində yaşayır. Deməli, dəvəquşu yaşayır Afrika qitəsində. Bu olacaqdır doğru variant. Digərlərinə də baxaq. Dəvəquşu yumurtasının rəngi tünd yaşıldır. Deməli, dəvəquşu yox, emunun yumurtası tünd yaşıldır. Yanlışdır. Emu adətən sürü halında yaşayır, tək yaşayır. Emular, hansı ki şəklin yanında qeyd olunub tək yaşadığı. Emu saatda 70 km sürətlə qaçır. Emu 50 km sürətlə qaçır. 70 km sürətlə qaçan dəvəquşudur. Odur ki, bizim uyğun variantımız olacaqdır A variantı 15-də. 16. Mətnin 3-cü abzasına əsasən hansı nəticəyə gəlmək olar? 16-da baxaq 3-cü abzasa əvvəlcə. Emular əsasən Avstraliya qitəsində yaşayır. Onlar geniş düzənlikləri, meşə kənarlarını və otlaqları sevirlər. Hər cür hava şəraitinə dözümlüdürlər, həmçinin uzun müddət susuz qala bilirlər. Deməli, burada qeyd olunur, onların susuz qala bildikləri, müxtəlif iqlim şəraitinə uyğunlaşdıqları. Odur ki, emular iqlim dəyişikliyinə dözümlü heyvanlardır. Bəli, bu uyğun variantımız ola bilər. Ona görə ki, 3-cü abzasda qeyd olunub, hər cür hava şəraitinə dözümlüdürlər. C variantı doğru variantımızdır. Gəlin digər variantlara da baxaq. Emular dağlıq ərazidə yaşaya bilmirlər. Hansı ki qeyd olunur ki, həmin abzasda Avstraliya qitəsində yaşayır, geniş düzənlikləri, meşə kənarlarını, otlaqları sevirlər, hər cür iqlim şəraitinə uyğunlaşırlar. Yəni dağlıq ərazidə yaşaya bilirlər. Deməli, bizim doğru variantımız olacaqdır. Daha doğrusu yanlış variantımız olacaqdır. Emular yaşamaq üçün suya yaxın yerləri seçirlər. Həmin abzasda qeyd olunur ki, susuz qala bilirlər. Ona görə də B variantı da yanlışdır. Emular ancaq Avstraliyada yaşayır. Deməli, əsasən Avstraliya qitəsində yaşayır qeyd olunub. Ancaq yox. Ona görə də bizim D variantımız da yanlışdır. C isə doğru variantdır. 17. Dəvəquşu və emuların ortaq xüsusiyyəti hansıdır? Eyni sürətlə qaçırlar. Mətnin biz deməli 2-ci abzasında səhv etmirəmsə, bəli 2-ci abzasında görürük ki, dəvəquşular emulardan daha iri və daha sürətlidir. 2-ci abzasda daha iri və daha sürətlidir. Deməli, eyni sürətlə qaçmırlar. Eyni zamanda şəkildə də görürük, emunun sürəti 50 km/saat, dəvəquşunun sürəti isə 70 km/saatdır. Ona görə də eyni sürətlə qaçmadıqları üçün ortaq xüsusiyyət deyil. A-nı atırıq. B. Uçmağı bacarmırlar. Bəli, həm emu, həm dəvəquşu uçmağı bacarmır. Doğru variantdır. C. Eyni ərazidə yaşayırlar. Əsasən biri emular, deməli, Avstraliyada, dəvəquşular Afrikada yaşayır. Hansı ki, şəkildə də bu məlumatlar qeyd olunub. Deməli, eyni ərazi deyil. Yanlış olacaq C. D. Yumurtalar eyni rəngdədir. Şəkildə də görürük ki, deməli,
Künt yaşıl rəngdə emunun yumurtasıdır. Ancaq deməli açıq qəhvəyi rəngdə olan isə dəvəquşunun yumurtasıdır. Eyni rənglər də deyil, ancaq uçmağı bacarmırlar. Ortaq xüsusiyyətdir. 17-də doğru cavabımız B variantı. 18. Böyük emu döyüşü haqqında hansı fikir yanlışdır? Deməli, böyük emudan döyüşündə, bax bu hissədə söhbət gedir. 4-cü abzasda. Avstraliya hökuməti emulara qarşı müharibə elan edir. Bir həftəlik döyüşdə 10.000 əskər cəmi 1000 emu öldürə bilir. Emular təhlikdə çevik hərəkətlərlə güllədən yayınır, gizlənir. Beləliklə, yaxşı müdafiə olunurdular. Belə müqaviməti gözləməyən ordu məğlubiyyəti qəbul edib döyüşü dayandırır. Bir müddət sonra emular həmin bölgəni tərk edirlər. Emu bunun səbəbi, özür istəyirəm, ancaq bunun səbəbi insanların mübarizəsi deyil. Ərazidə qidanın tükənməsi olur. Bu hadisə tarixdə böyük emu döyüşü adlanır. İndi biz həmin hissəni tapdıq, oxuduq. Hansı fikir yanlışdır, bunu müəyyənləşdirək. Döyüşdə Avstraliya ordusu emuları məğlub edir. Hansı ki qeyd etdik ki, Avstraliya ordusu məğlub olur. Deməli, 18-də A variantı olacaqdır bizim yanlış variantımız. 18A. 19. Hansı fikir sizcə emuların əkin sahələrinə hücum etmələrinin səbəbi ola bilməz? Gəlin hər variant ayrılıqda baxaq. Demək, A variantı təbiətdə baş verən quraqlıq emuların təbii yem mənbələrini azaltmışdı. Həmin hissə verilib 4-cü abzasın əvvəlində. Emular bitkilərlə, meyvələrlə, toxumlarla qidalanır. Onlar həmçinin kiçik həşəratları, böcəkləri də yeyə bilir. 1932-ci ildə Avstraliyada güclü quraqlıq baş vermişdi. Bu səbəbdən təbiətdə emuların qidalandığı otlar, toxumlar və meyvələr azalmışdı. Həmin il təxminən 20.000 emu əkin sahələrinə hücum edib fermerlərə böyük ziyan vurur. İndi baxaq. Deməli, səbəb təbiətdə baş verən quraqlıq olur. Bəli, deməli, A variantı səbəb ola bilər. B variantı, sahələrin su mənbələrinə yaxın yerləşməsi qidalanma üçün şərait yaradırdı. Qidalanma üçün şərait yaradırdısa, onda niyə emular əkin sahələrinə hücum etsin? Mütləq ki, bizim ən uyğunsuz variantımız burada olacaqdır B. C. Əkin sahələrindəki bol qida emuların diqqətini cəlb etmişdi. Əksinə, quraqlıq olduğu üçün qida yox idi. C. Uyğunsuzdur. D-yə baxaq. Fermerlər emuları sahələrə cəlb etmək üçün xüsusi yem qoymuşdular. Düzdür. Bu hissədə həmin cümlə ilə bağlı biz bir məlumat görmürük. Yəni, odur ki, həmin variantı da yanlış hesab etmək olar. Ancaq həmin variantdan daha çox bizim yanlış variantımız B variantıdır. Burada tutaq ki, fermerlərin qoyduqları ərazidə olan, tutaq ki, müxtəlif meyvələr olsun və yaxud da ki, toxumlar olsun və s. Emuların xüsusi yemi ola bilər. Buna görə həmin fermerlər, tutaq ki, fermerlərə ziyan vura bilər emular. Qismən doğru variant götürmək olar D variantını. Ancaq ən uyğunsuz, ən yanlış variantımız bizim əlbəttə ki olacaqdır B variantı. Ona görə ki, əgər sahə su mənbələrinə yaxın yerləşibsə, qida boldursa, o zaman niyə emular buranı tərk etsin ki? Daha sonra 20. Böyük emu döyüşü nəyi ilə nəticələndi? Biz həmin hissəni oxuduq artıq 4-cü abzasının sonunda. Avstraliya ordusu məğlub olduğunu anlayıb döyüşü dayandırdı. Deməli, 1 bizim olacaqdır doğru variantımız. Döyüşdə emuların çoxu məhv edildi. Biz qeyd etdik ki, təxminən burada çoxu yox, 10.000 əskər cəmi 1000 emu öldürə bildi. Ona görə də, halbuki 20.000 emu əkin sahələrinə hücum etmişdi. 20.000 emudan 1000-i öldürə bildi. Ancaq bizə burada qeyd edir ki, bir dəqiqə, burada qeyd edir ki, emuların çoxu məhv edildi. Ona görə də 2 bizim uyğunsuz variantımızdır. Əkin sahələrində qida tükənənə qədər emular orada qaldılar. Bəli, bu doğrudur. Gəlin həmin cümləyə baxaq. Qeyd olunur ki, emular, deməli bir müddət sonra emular bölgəni tərk edir. Ancaq bunun səbəbi insanların mübarizəsi deyil. Ərazidə qidanın tükənməsi olur. Deməli, ərazidə qida tükənənə qədər emular həmin bu ərazini tərk etmirlər. Olacaq 3-də bizim doğru variantımız. Avstraliyada emuların nəsli tükəndi. Xeyr. 1-3 doğru variantdır. 20-də A variantı. 21. Avstraliya ordusunun 1932-ci ildə məğlubiyyəti nəyi göstərir? A. Emuların əhilləşdirilmiş quşlar olduğunu. Xeyr. Hökumətin hər cür mübarizədə qalib gəldiyini.
emulara məğlub olduğunu nəzərə alsaq, B variantı doğru variant deyil. C. Fermerlərin emulara qarşı uğurlu plan qurduğunu, bir halda ki məğlub olub, deməli, uğurlu plan qurulmuyub burada. C də yanlışdır. D. İnsanların təbiətə tam nəzarət edə bilmədiyini. Bəli, D variantı bizim doğru variantımızdır. 21-də də olacaqdır. Mətnə əsasən doğru variant D variantı. 22-30-cu tapşırıqları əhatə edən qovaq ağacı mətni. Yenə əvvəl kimi mətni oxumayacağam. Ona görə ki, artıq məlumatlısınız. Tapşırıqlara baxaq. 22-ci tapşırıq. Mətndə nədən söhbət getmir? Uşaqların böyükləri köməyə çağırmağından. Bundan söhbət getmir. Niyə? Ona görə ki, uşaqlar artıq deməli, meşəyə çatanda gördülər ki, heç nə yoxdur. Helikopterlər havadan, eləcə də qırmızı maşınlar yerdən alovu söndürməyə çalışır. Odur ki, uşaqlar köməyə çağırmadığından A variantı 22-də doğru variantdır. B. Göbələk bişirib yeməkdən, bəli, söhbət gedir. Meşədə yanğın baş verib, uşaqların odu qalamasından söhbət gedir. 22-də doğru variant A oldu. 23. Müəllif nə üçün yanmış qovağı döyüşdən qalib çıxmış qaziyə bənzədir? Gəlin, həmin hissəyə baxaq. Deməli, qeyd olunur ki, həmin hissə, baxaq, üst başı qapqara olsa da, qovaq döyüşdən qalib çıxmış qazilər kimi məğrur dayanmışdı. Baxın, döyüşdən qalib çıxmış qazilər kimi, qazilər tək məğrur dayanmışdı. Deməli, məğrur dayandığı üçün onlar ağacı döyüşdən qalib çıxmış qaziyə bənzədirlər. Doğru variantımız olacaqdır 23-də A. 24. Uşaqların ağaca kömək etmək istəyi onların hansı xüsusiyyətlərindən xəbər verir? Mərhəmətli, bəli. Dözümlü, dözümlükdən söhbət getməyəcəkdir. 2 yanlışdır. Qayğıkeş doğrudur. Səbirli, xeyr. 1, 3 doğru variantdır. 24-də D doğru variantımızdır. 25. Mətndə altından xətt çəkilmiş sözü məzmuna uyğun olaraq hansı sözlə əvəz etmək olar? Gəlin əvvəlcə həmin cümləyə baxaq. Deməli, tonqal əvvəl ağacların qurumuş budaqlarını, sonra isə bütün meşəni ağışına aldı. Burada ağışına aldı, altından xətt çəkilmişdir. Hansı sözlə əvəz etmək olar? Ağışına aldı, bütün meşəni bürüdü. Olacaqdır A variantı doğru variantımız. 26. Onlar inanırdılar ki, qovaq yenidən yaşıllaşacaq. Çünki, həmin hissəyə baxaq əvvəlcə. Deməli, burada üst başı qara olsa da döyüşdən qalib çıxıb. Daha sonra, baxaq. Yox, o yaşayır. Yaşıl yarpaqları görən Tural təəccüb dolu sevinclə qışqırdı və eyni həyəcanla uşaqları köməyə çağırdı. Deməli, yox, o yaşayır. Bunu nəyə əsasən deyir Tural? Yaşıl yarpaqları görəndən sonra, hansı ki, ara sıra yaşıl yarpaqlar görünürdü yuxarı budaqlarında və deməli, uşaqlar inanırdılar ki, qovaq yenidən yaşıllaşacaq. Ona görə ki, onun yəni tam yanmayıb, yaşıl budaqları var. Olacaqdır C variantı bizim doğru variantımız. Yanğının ağzından salma çıxan başqa ağaclarda var idi. Mətndə belə bir məlumatı yoxdur, yəni bənzətmə yoxdur. Belə bir hissəyə rast gəlmirik. A variantını götürmək üçün qovaq ağacları yanğına qarşı dözümlü olur. Xeyr, meşə çay kənarında yerləşirdi. Qeyd etdiyimiz kimi mətndə yenə belə bir hissə yoxdur. Uyğunsuz variantdır həmçinin D. Doğru variant 26-da C variantı. 27. Mətnə görə hansı fikrin səbəbini müəyyən etmək olmaz? Meşəyə yanğının nədən düşdüyünü biz burada görürük, uşaqlar qalayıblar ocağı. Daha sonra deməli görürük ki, uşaqlar qalayandan sonra belə bir cümlə ilə rastlaşırıq. Hansı ki, deməli külək əsməyə başladı, ocaq daşının dibində hələ də közərən bir qığılcım yuxudan oyandı. Meşədə yanğının səbəbi kimi uşaqların qaladığı ocağı götürə bilərik, görürük. Odur ki, A variantı, bir dəqiqə, 27-də A variantı səbəbi görünür. Bizim olacaqdır, deməli, doğru variantımız, daha doğrusu uyğunsuz variantımız cavab üçün. B variantında ocaq qabının nəyə lazım olduğunu, uşaqlar ocağın altında od qaladı, üzərində göbələk bişirdi, nəyə lazım olduğu artıq burada təsəvvür yaratdı bizdə. B variantı da doğru variantımız olmayacaq ki, uşaqların qovaq ağacını nənə adlandırmasının səbəbini
Baxın, burada Zaur qeyd edir ki, çiyninə toxunan budaqları kənara itələyib dedi, bu qovaq ağacı mənim nənəm kimdir. Ona görə ki, yemək yeyəndə sanki məndən uzaqlaşmır. İstəyir ki, axıra qədər yeyim. Yəni, bunun da səbəbini müəyyənləşdirmək olur. Daha sonra bəzi ağacların niyə daha az zərər gördüyünü, bu mətndə belə bir cümlə ilə bağlı heç bir məlumat verilməyib. Odur ki, D variantı olacaqdır bizim deməli səbəbini müəyyən edə bilmədiyimiz cümlə. 27-dir. 28. Uşaqlar yanmış qovaq ağacı ilə bağlı ən çox nəyə təəccübləndilər? Biraz əvvəl də oxuduq. Uşaq yox, o yaşayır. Hansı ki, Tural qeyd edir bunu. Yaşıl yarpaqları görən Tural təəccüb dolu, sevinclə qışqırdı. Hansı ki, yuxarı yarpaqlarında yaşıl ağacların görünməsinə, üzr istəyirəm, yaşıl yarpaqların görünməsinə görə uşaq təəccüblənir. Ona görə də B variantı doğrudur. 29. Nəyə görə uşaqların ürəyindən yenidən meşəyə getmək keçirdi daha doğrusu. Ocaq daşı ilə başqa uşaqların da tanış edəcəkdilər. Xeyr, göbələk bişirib yemək istəyirdilər. Xeyr, sevimli qovağın vəziyyətindən nigaran idilər. Doğru variantdır. Ancaq həmin hissəyə baxaq. Deməli, uşaqların ürəyindən meşəyə getmək keçirdi. Onları nənənin vəziyyəti maraqlandırırdı. Burada nənə, hansı ki Zaur, qovaq ağacını, budaqları üzərinə düşdüyü üçün nənəsinə bənzədir. Nənə dedikdə burada qovaq ağacı nəzərdə tutulur. Ona görə də qovağın ağacı maraqlandırır uşaqları. Buna görə onlar yenidən meşəyə getmək istəyirlər. Odur ki, 29-da olacaqdır C variantı. 30. Mətnə əsasən Turala aid doğru fikirləri müəyyənləşdirin. Tural, ocaq qabı haqqında ətraflı məlumata sahib idi, bəli. Qovaq ağacının nənəsinə bənzətdi. Qovaq ağacının nənəsinə bənzədən Zaur idi, biraz əvvəldə qeyd etdik. Deməli, 1, aid deyil. 2, daha diqqətli olmaq üçün məsuliyyətimizi xatırlatdı. Həmin hissəyə baxaq. Bu hissədə qeyd olunur ki, deməli, amma biz əmin olmaq üçün ocağımızın üstünə su tökməliyik. Belə etsəydik, indi şübhələrimizdə olmazdı və s. Yəni, bu hissədə biz onun məsuliyyətini görə bilirik Turalın. Odur ki, 2, doğru variant. 3, ağaca kömək etməyi təşrif etdi. Hansı ki, yaşıl ağac yarpaqları görür ağacda, yaşıl yarpaqları. Təəccüblə başlayır qışqırmağa. Eyni zamanda da köməyə çağırır. Uşaqlar, biz ona kömək etməliyik. Bunları qeyd Tural, deməli, köməyə çağıran Tural idi. Odur ki, ağaca kömək təşrif etdi Tural. Bəli, doğrudur. Şəhərə qaydanda ocağı söndürməyi unutdu. Onlar, əslində uşaqlar, şəhərə qaydanda ocağı söndürmüşdülər. Sadəcə qalan bir közdən yaranmışdı yanğın. 4 də doğru olmayacaqdır. Düzgün variantımız 2, 3. 2, 3 isə olacaqdır C variantı. 30-da doğru variant C.